Və yeni bir videoya hər kəs salamlayır. Əvvəlki videomuzda yadınızdadırsa, əvvəlki videomuzda bayraq tapma videosu çəkmişdik. Bu günlər isə maşın loqolarını tapmaq çəkəcəyik. Əgər videoya keçməmişdən öncə kanala abunə olub, videoya like atdınızsa, indi isə keçək videomuza. Bir xal bir dəyərdə neçə xal aldığınızı şərh bölməsinə yazın. Xoş seyirlər. Başladıq ilk loqodan. Təbii ki, biraz asandır. Getcəmədə çətinləşəcək. Mən sonda deyəcəm. Təbii ki, Ferrari, çünki baxın, atın aşağısında F hərfi yazılır. Bir də at loqosundan bilinir yəni. İkinci loqo. Bunun Camaro maşını var. Gəldik, sona çatdıq. Deyiyorum Chevrolet. Chevrolet Camaro. Oho. Bunun bir dənə markasından türklər biraz çox sevirlər. Deyiyoruz Volkswagen. Volkswagen Passat'tan biraz Türkler seviyorlar. Bir de Golf'tan. Rəqabətçi qaqaş gəldi. Rəqabətçi loqo. Çox asan loqodur həqiqətən. Bu ən asan loqolardan biridir. Təbii ki, Mercedes. Mercedes'in Galik maşını. Bu çətindir. Mitsubishi-dir nədir? Mitsubishi oxşamır bu. Skoda olmalı deyəsən. Yoxsa Skoda deyil. Skodadır məncə. Yəni bu Skodadır. Ay demiştim. Əvvəldən demiştim bunu. Skoda'nı deməmişdən əvvəl bunu demiştim. Təbii ki, Mitsubishi. Oho. Dostlar, bu maşın mənim ən sevdiyim maşın. Bir də böyüyəndə almaq istədiyim maşındır. Təbii ki, Infiniti. Infiniti Fix 35 markasını almaq istəyirəm. 35 motorlu özü. Buna da başlığı yazılıb belə loqonun içində. Belə yəni asandır da. Təbii ki, Honda. Bu da qəşəng maşındır Honda. Həqiqətən çox zor maşındır da. Sevdiyim maşınlardan biridir. Deyirəm Audi. Düz çıxdı. Audi düz çıxdı. Bu maşın. Bunu sevənlər var məncə. Təbii ki, Toyota Japonya. Azərbaycanın fəxri maşını. Lada. Vaz 2107. Zentonaro deyil bu. Məncə dostlar, Opel'dir. Opel. Çünki Z'dən bilmirəm. Bunda başlığı yazılıb onsuz da. Aston Martin deyil bu deyəsən. Bentley deyirəm dostlar. Aston Martin oxşamır biraz. Mən Bentley deyirəm. Deyirəm Bentley. Çünki belə olan Aston Martin də çıxa bilər. Bunun da bir dənə 570 markalı bir dənə maşını var. Hündür. Təbii ki, Lexus. Çünki başlığı da yazılıb. Sonraki loqo. Loqo əslində yuxarıda yazılıb. Gördüyünüz kimi oranı biraz pozublar, siliblər. Yəni loqosunun adı orada yazılır. Təbii ki, Porsche. Gördüyünüz kimi Porsche yazılmışdı yuxarıda. Bu da yazılıb yuxarıda. Bu da Mercedes kimi rəqabətçidir. Ona görə də ən asan loqolardan biridir. Deyirəm 3 hərflidir. BMW-dir. Asan loqolar. Biraz çətin çıxsın. Mənim baş hərfim. Mən baş hərfdən başlayan loqo. Gəlsin. Çox qəşəng maşındır. Tesla. Bunun Cybertruck deyə maşını var. Bax. Ən canavar maşınlardan biri. Təbii ki, yuxarıda yazılıb Lamborghini. Lamborghini çıxdı yəni. Bu maşının markası var. Kapotun üstündə belə havalandırma kimi bir şey var. Təbii ki, Subaru Impreza. Bu nədir belə? Zığdı iyidi nədir? Bununla ilə başlayır bu. Yoxsa Mazda'dır ya da Mazda'dır. Mazda'dan başqa şey deyəcəm. Bəli dostlar, videomuz bura kimi idi. Və videonun gəlmək üçün də abunə olub like atmağı unutmayın. Sağ olun. Gələn videolarda görüşərik. İnşallah videomuzu da bəyənmişsinizdir.